Müasir tibb elminin nailiyyəti ilə artıq hepatit C xəstəliyini 95% ehtimalla sağaltmaq mümkündür. Bəli, bu tamamilə doğru bir məlumatdır. Dostlar, hər birinizi salamlayıram və qısa bayram fasiləsindən sonra yenidən qarşınızda yeni, qısa, tibbi maarifləndirici videolar çəkib paylaşacağıq. Bir zamanlar hepatit C xəstəliyini müalicə etmək ya mümkün deyildi, ya da olduqca çətin idi və köhnə üsulla hepatit C xəstəliyini müalicə etmək uzun bir müddət alırdı və sağalma ehtimalı tamamilə aşağı idi. Yəni, müalicə 48-52 həftə ardıcıllıqla davam edirdi. Müəyyən tabletlər və iynələr şəklində bu müalicə həyata keçirilirdi və həmçinin sağalma payı 45-50% civarında idi. Yəni, bu təqribən 2 nəfərdən birinin sağalmaması idi. Lakin müasir tibbin nailiyyətindən sonra və əldə olunan yeni dərman preparatları ilə məhz virusun polimeraza fermentlərini blokada etməklə onların replikasiyasının qarşısını almaq olur və nəticədə həmin virus orqanizmdən çıxarmaq mümkündür. Yəni, SVR24 göstəricisi ilə 95%-dən daha yüksək ehtimalla bu xəstəliyi müalicə etmək mümkündür. Baxın, burada deyilən məlumat bu xəstəliyin, hepatit C-nin onu törədən virusun aradan qaldırılması ilə olan bir müalicədir. Yəni, bəzi insanlar düşünə bilər ki, artıq mən müalicə olunsam belə, məndə hələ də bir çox preparatlar istifadə olunur və mən nəticə əldə edə bilmirəm. Burada dediyim kimi, əsas metod virusun yox edilməsi və orqanizmdən çıxarılmasıdır. Lakin, əgər hepatit C virusu orqanizmdə, qaraciyərdə bir sıra dəyişikliklər yaradıbsa və bu dəyişikliklərin geriyə dönmə dərəcəsi artıq aşağıdırsa, burada müalicə qaraciyərin bərpa olunması üzərində həyata keçirilir.